Ölkəmizdə əməyin mühafizəsi sahəsində son illər mühüm tədbirlər, hətta islahat xarakterli böyük tədbirlər həyata keçirilir. Bu tədbirlər istər milli qanunvericiliyin, beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması olsun, istər əməyin mühafizəsi sahəsində dövlət standartlarının qəbulu olsun, istər preventiv və profilaktik tədbirlər, xüsusilə rəqəmsal həllərdən geniş istifadə olsun, bu kimi tədbirlərə əhatə edir və tədbirlərin içərisində xüsusilə maarifləndirmə tədbirləri geniş vüsət təşkil edir. Bir-iki statistik rəqəmə toxunmaq istərdim. 2025-ci ildə biz təşkil etdiyimiz tədbirlərdə 5000-ə yaxın işə götürən və işçinin nümayəndələrinin iştirakını təmin eləmişik. 2026-cı ilin birinci rübündə isə artıq bu rəqəm 4500 nəfəri əhatə eləyibdir. Tədbirlərdə əməyin mühafizəsi qaydaları, əməyin mühafizəsinin təşkili ilə bağlı standartlar, o cümlədən qəbul olunmuş hal-hazırda 167 dövlət standartının təşviqi ilə bağlı mövzulara həsr olunubdur və bugünkü konferansda da iştirak edən dövlət qurumlarının, sosial tərəfdaşlarımızın, beynəlxalq təşkilatların, işə götürənlərin və işçilərin nümayəndələri ilə bugün biz həm iş yerlərində psixososial məsələlərin, həm də ümumiyyətlə əməyin mühafizəsinin düzgün təşkili və idarə olunması məsələlərini birgə müzakirə edəcəyik. Hesab edirik ki, konferans və burada yaradılmış platforma çox faydalı olacaqdır.